Deməli, atom və nüvə fizikasından olan 44-cü məsələnin şərtinə baxanda görək bizə nə deyir? Deyir, uyğun bəndləri Euler-Venn diaqramında müəyyən et. Bizə veribdir bir dənə H, 1,3 nüvəsini, bir də heliumun nüvəsini veribdir. Biz bunlara baxanda buradan nəyi tapa bilirik? Biz bilirik ki, bizim hər hansı bir kimyəvi elementimizin ən aşağısında dayanan onun protonudur. Yuxarısında dayanan onun nukleonudur, yəni kütlə ədədidir. Və neytronu da tapdıqda kütlə ədədindən protonu çıxanda bizə neytronu verir. O zaman bunun neytronunu tapsam, baxıram ki, kütlə ədədinin yerində 3 dayanıbdır. Z'in də yerində, yəni protonun da yerində 1 dayanıb. Bunun neytronunu tapanda A'dan Z çıxıram, olur bunun neytronu 2. Bunun isə heliumun isə neytronunu tapanda yenə A'nın yerində 4 dayanıb, Z'in yerində 2 dayanıbdır. A'dan Z'i çıxanda bunun da neytronunu tapdım 2. Demək ki, mənə deyir nə? 2 neytrona malikdir. Hər ikisinin qiyməti 2 neytrona malikdir. Ona görə 1 getdi bura. 3 dənə nukleonu var. Nukleon burada kütlə ədədimizdir. 3 nukleon hardadır? Buradadır. Ona görə də 3'ü qoyduq. Üzr istəyirəm uşaqlar. 2'ni burada tapdıq. 2'ni qoyduq bura. Bir protona malikdir. Hansının protonu 1'dir? Görür ki, birincədədir. O zaman bir protona malikdir də qoyduq uşaqlar 3'ü bura. Protonların və neytronların sayı eynidir. Gəlin baxaq görək. Protonlarımızın və neytronlarımızın sayı eynidirmi? Protonların və neytronların sayı olan ikincidədir. Ona görə 4'ü qoyduq bura. Çünki protonun yerində Z dayanır. Z də 2'yə bərabərdir. Neytron da burada 2'dir. Ona görə də 4'ümüz bir protona malikdir. Getdi. Protonların və neytronların sayı eynidir. 4 bura getdi. Sonra deyir ki, bizə kütlə ədədinin yük ədədinə nisbəti 2'yə bərabərdir. Kütlə ədədi nə qədərdir burada? Baxırıq ki, kütlə ədədi 4,2 olan heliumdadır. Və kütlə ədədinin protona olan nisbəti 4'ün 2 olan nisbəti 2'ni bizə burada verir. Amma burada kütlə ədədinin yerində 3 dayanıbdır. Burada da protonun yerində Z dayanıbdır. Burada A'nı Z'ə, yəni kütlə ədədini yükə böldükdə bu gəlir cavab bizə 3 verir. Demək ki, 2'ni biz cavab olaraq aldıq 2'də. Demək ki, 5 də düşdü bura. 1'ə düşdü 2 ilə 3. Protonların sayı da düşdü bura. 4'ü də qoyduq bura. O zaman cevabımızda 1'ə düşüb 2, 3. Demək ki, onda bunları üstə xət çəkək. 2, 3 bunlar qaydı. Və 2'də qalıb bizdə 3 ilə 4. Demək ki, 5 ilə 4. Demək ki, 3'də də ümumiyyətlə 1'dir. Tamamilə sadə 1'dir. Ona görə də cevabımız olacaq D variantı.